Salam dəyərli tamaşaçılar, bugünkü buraxılışımızda müəllimlərin sertifikasiya imtahanları haqqında danışacağıq. Son dövrlərdə bu mövzu cəmiyyət üçün geniş müzakirələrə səbəb olub. Azərbaycan Respublikasında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də müəllimlərin sertifikasiya prosesidir. Əsas məqsəd müəllimlərin bilik və bacarıqlarının təhlil edilməsi, onların davamlı peşəkar inkişafını təmin etmək və nəticə yönümlü təhsil mühitinin qurulmasına töhfə verməkdir. Bu proses təkcə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması deyil, bütövlükdə təhsil sisteminin inkişafı üçün atılan strateji addımdır. Sertifikasiya prosesi təhsil ictimaiyyəti və ekspertlər arasında müxtəlif fikirlərlə qarşılanır. Bəzi müəllimlər bunu inkişaf üçün bir fürsət kimi qiymətləndirirlər, digərləri isə prosesi əlavə psixoloji və texniki çətinliklər kimi görürlər. Təhsil ekspertləri isə bu sistemin daha da təkmilləşdirilməsini və daha çevik yanaşmaların tətbiqini təklif edirlər. O müəllimlərə yanaşma da fərqli cür ola bilər. Həmçinin müəllimin praktiki bacarığı yoxlanıla bilər ki, müəllim nə qədər praktiki yanaşır məsələlərə və nə qədər onun izah etdiyi dərs şagirdlər tərəfindən qavranılır. Ola bilər, burada texniki məsələlər də yarana bilər. Ümumiyyətlə, biz nəzərə almalıyıq ki, ölkəmizdə internetin və yaxud da kompüterləşmənin səviyyəsi bərabər deyil. Hər hansı bir ucqar kənddə yaşayan müəllimlə paytaxtda, mərkəzdə yaşayan müəllim arasında müəyyən fərqlər yarana bilər. Bu da ki, dediyim kimi, onun kompüter bacarığıdır. Təbii ki, burada belə bir məsləhət çıxa bilər ki, ortalığa müəllim ilkin kompüter biliyinə sahib olmalıdır. Bu prosesdə qarşıya çıxan çətinliklər də az deyil. Tarix müəllimləri ən sonda sertifikasiyaya cəlb olunan müəllimlər qismindədir. Halbuki tarix əsas fənlərdən hesab olunmalıdır, amma digər müəllimlər ki var, onların artıq sertifikasiya prosesi həyata keçirilib, maaş artımı olub və yaxud da sertifikasiya tələblərini ödəməyənlər artıq işdən azad olunub. Burada müəyyən problemlər var. Düşünürəm ki, ümumiyyətlə sertifikasiyadan kəsilən müəllimi düzdür, 2 dəfə şans verilir. Növbəti ildə də bu sertifikasiya cəlb olunur. Əgər o sertifikasiyadan məsələn 29 bal yığırsa, artıq bu kəsilmiş hesab olunur. Burada da yanaşmalar əslində fərqli cür olmalıdır. Məsələn, dünya ölkələrinə baxdıqda burada müəllim köməkçisi var və yaxud da ki, burada bəzi məsələlər var ki, müəllimlərin müəllim çatışmadığı ərazilərə göndərilməsi məsələsi ortaya çıxa bilər. Tutalım, Qubanın hər hansı bir kəndində 8 saat tarix müəllimi vakansiyası var və sertifikasını az yığan, məsələn 27, 29, 28 bal yığan müəllimin ora göndərilməsi daha yaxşıdır, yoxsa Azərbaycan dili müəlliminə demək ki, sən orada tarix dərsində tədris elə. Biz əgər görürüksə, miqdən keçməyən, miqdən bal toplayıb yetəricə və həmin əraziləri yazmayan müəllimlər varsa, yəni boş yerlər varsa, 27, 28, 29 bal yığan müəllimlərə təklif olunmalıdır ki, həmin ərazilərdə həm işləsin, həm də ki, müəyyən qədər biliyini, təcrübəsini artırsın. Sertifikasiya imtahanı müəllimlərin peşəkar inkişafını stimullaşdırmaq və onların fəaliyyətini daha da təkmilləşdirmək və nəticə etibarilə təhsilin keyfiyyətini yüksəltməkdir. Təhsil sistemində həqiqi irəliləyiş etmək istəyiriksə, müəllimin yanında olmalı. Ona yalnız tələb edən deyil, həm də dəstək verən bir yanaşma sərgiləməliyik. Müəllimin keyfiyyəti bir dövlətin gələcəyinin keyfiyyətidir və bu məsuliyyət ötürülə bilməz.